Salam, hörmətli şagirdlərimiz. Bugünkü mövzumuz sizə ilə 2026-cı ilin 5 iyulunda tələbə qəbul komissiyasının təşkil edilmiş olduğu qəbul imtahanlarının ikinci şans imtahanında düşmüş 57-ci sualın müzakirəsidir. 57-ci sualımız açıq tipli sualdır, yoldaşlar, gördüyünüz kimi. Və Azərbaycan Xalq Cümhuriyyətini əhatə edir. Azərbaycan Xalq Cümhuriyyəti biz bildiyimiz kimi 3 dövrdən, Tiflis, Gəncə və Bakı dövrlərindən ibarət olub və sualımız da onu əhatə edir. Yoldaşlar, biz bu tip sualların öhdəsindən gəlməyimiz üçün ilk öncə növbədə biz nələrə diqqət yetirməliyik? Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis, Gəncə və Bakı dövrləri hansı sərhədlərdən ibarət olub? Bunlar vacib detallardır. Tiflis dövrü Azərbaycan Xalq Cümhuriyyətinin ilk və ən qısa ömürlü olan bir dövrüdür. 1918-ci ilin may ayının 28-də adından da bir göründüyü kimi Tiflisdə fəaliyyət dövrünün başladığına görə məhz elə ad verilib. 1918-ci ilin may ayının 28-dən iyun ayının 16-sına qədər davam edən bir perioddur. Daha sonra yaşanan siyasi hadisələr səbəbində 1918-ci ilin iyun ayının 16-sında Cümhuriyyətçilərimizin idarəçilik sistemi mərkəzi Tiflisdən Gəncəyə köçmüşdür və 1918-ci ilin iyun ayının 16-sından 1918-ci ilin sentyabr ayının 17-sinə qədər davam edən period adlanır Gəncə dövrü, yəni Cümhuriyyətimiz Gəncədən idarə olunduğuna görə belə adlanır. Daha sonra isə 1918-ci ilin sentyabr ayının 17-sində isə Bakımız azad olunduqdan sonra 1918-ci ilin sentyabr ayının 17-sindən ta ki Cümhuriyyətimiz süqut eləyənə qədər, yəni 1920-ci ilin aprel ayının 27-sinə qədər Bakı şəhəri siyasi mərkəz rolunu oynamışdı Cümhuriyyətimiz üçün. Və bu sərhədləri biz tam dəqiqliyi ilə ayına və gününə qədər bildikdən sonra, təbii ki, sualın öhdəsindən gəlməyimizdə də müəyyən qədər üstünlüyümüz olacaq. Belə ki, əsas məqsəd artıq bu mərhələləri bildikdən sonra bu mərhələlər aralığında Cümhuriyyətimizlə bağlı olan həm xarici, həm siyasi, həm daxili, yəni istənilən hadisələri əzbərlənməyiz burada artıq önəmli faktor rolunu oynayacaq. Gəlin tanış olaq görək bu sualda ümumiyyətlə biz nəyin öhdəsindən necə gələcəyik. A variantını yazırıq ki, uşaqlar. Azərbaycan türk dilinin dövlət dili olması. Aha. Yoldaş, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan qısa müddət sonra dövlət quruculuğu ilə bağlı kifayət qədər işlər görməyə başlayır və dövlət quruculuğu ilə bağlı ən mühüm hadisələrdən biri də bir dövlətin mütləq ki, onun müstəqil dilinin olmağını da sübut etməkdir. Həm özünə, həm də kənarda olan siyasi qüvvələrə. Beləliklə də 1918-ci ilin iyun ayının 27-sində artıq fikir verirsinizmi? Tarixə fikir verdikdən sonra biz biləcəyik ki, iyun ayının 27-si deyirsə, artıq bu Gəncə dövrünə düşür. Çünki Gəncəmiz 1918-in 16 iyunundan etibarən siyasi mərkəzdə rol oynamaya başlayıb və bütün qərarlar əgər iyun ayının 16-sına üzü bu tərəfə verilibsə və sentyabrın 17-sinə qədər davam edibsə, bu Gəncə dövrü adlanır. Və Azərbaycan türk dili dövlət dili olması da 1918-ci ilin iyun ayının 27-sinə təsadüf elədiyinə görə bu artıq Gəncə dövrü adlanır, yoldaşlar. Bunu xüsusi olaraq qeyd edəcəyik. Daha sonrası B variantını yazılır ki, Azərbaycan parlamentin yaradılması ilə bağlı qanunun qəbul edilməsi. Biz bilirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1918-ci ilin 7 dekabrında rəsmi olaraq fəaliyyətə başladı. Amma bu o demək deyil ki, həmən günü qanun verilib. Qanunun verilməsi isə noyabr ayının sonlarına təsadüf edir, 1918-dən söhbət gedir və 1918-in noyabr ayının sonları deyiriksə biz buna, bu da biz artıq əgər Tiflis, Gəncə və Bakı dövrlərinin sərhədlərini tamamilə özümüz üçün müəyyənləşdirə bilmişiksə və o sərhəd tarixinə baxdıqdan sonra görəcəyik ki, 1918-ci ilin noyabrından söhbət gedirsə, bu artıq Bakı dövrüdür. Ona görə də bu Bakı dövrünə aid olan bir hadisədir. C variantına deyirik ki, yoldaşlar, Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi olaraq ilk tanıyan bir dövlətə çevrildi və biz də bunu çox yaxşı bilirik. Təbii ki, oxuduğumuz təqdirdə bunu biz biləcəyik. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi olaraq ilk tanıyan dövlət Osmanlı dövləti olub. Bu hadisə baş verir Batum konferansının gedişində 1918-ci ilin 4 iyununda və yenə də xüsusi olaraq vurğuladığımız tarixə fikir verirsinizmi? 1918-in 4 iyunu deyiriksə və biz artıq yenə də o dövrləri, Tiflis, Gəncə və Bakı dövrlərini də mükəmməl biliriksə, artıq görəcəyik ki, 4 iyun 1918-ci il hadisəsi Tiflis dövrünə düşür. Ona görə onu müəyyənləşdirəcəyik. Daha sonrası D variantına deyir ki, uşaqlar, kəndlərə pulsuz torpaqların paylanması. Bəli, Cümhuriyyətimizin əslində məqsədi var idi.
kəndliləri torpaqla təmin etmək, kəndlilərə dəstək vermək və s. və ilaxır. Amma çox təəssüf olsun ki, Cümhuriyyətin həm daxilində yaranan problemlər, həm xaricdə yaranan ciddi şəkildə baskılar və müxtəlif səbəblərdən Cümhuriyyətin həyata keçirə bilmədiyi layihələrdən, tədbirlərdən biri də çox təəssüf olsun ki, kəndlilərin pulsuz torpaqlarla təminatıdır, paylanması və onun təsdiqlənməsidir. Çox təəssüf ki, bu alınmayacaq, ona görə də heç bir dövrə götürə bilmirik və E variantında konstitusiyanın qəbulu və biz onu da xüsusi olaraq vurğuluyuruq, bilirik, öyrənirik və biz də öyrətməyə çalışırıq sizin kimi abituriyentləri ki, Azərbaycan Xalq Cümhuriyyəti konstitusiya ilə idarə olunmayıb. Ona görə də bu ifadəni xüsusi vurğuladıqdan sonra bunun da Cümhuriyyətlə heç bir bağlılığı yoxdur. Ona görə də D və E variantları bizim bugünkü qəbul sualımızdan uzlaşmır.